Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videoda həftəlik proqnoz edəcəm. 3 dənə variant olacaq. Variantlardan birini seçəcəksiniz. Əgər sizə şəxsi baxım tələb olunursa, şəxsi baxım üçün Instagram üzərindən müraciət edə bilərsiniz. Instagram səhifəmin adı və linki göstərilib videomun altında, keçid edib əlaqə saxlaya bilərsiniz. Deməli, gəlin baxaq. Birinci, ikinci və üçüncü. Seçiminizi edirsiniz. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandırırsınız. Seçiminizi etdikdən sonra davam edirsiniz baxıma. Mən sizə çox gözləmək istəmirəm. İstəyirəm başlayaq. Tez. Deməli. Deməli, burada həftə boyu sizin deməli hansısa təzə başlanğıclarla ya da hansısa uşaq məsələləri ilə və həmçinin də hansısa ciddi olmayan məsələlərlə, yəni hansında ki ciddiyyətsiz yanaşırsınız, belə bir məsələlərlə problemləriniz çıxa bilər. Çünki burada sizin xüsusən də burada od ünsüründən, bir də hava ünsüründən olan insanlardan siz problem ala bilərsiniz. Od ünsüründən şir, ox atan qoç ola bilər. Hava ünsüründən əkizlər, tərəzi, dolça ola bilər. Belə ünsürlərdən siz problem ala bilərsiniz. Belə bir insanlardan problem ala bilərsiniz. Deməli, həmçinin dediyim kimi bu həm təzə bir başlanğıcla, yəni nəyisə təzədən etmək, bu təzə ilişki də ola bilər, təzə bir iş də ola bilər. Yəni nəyisə təzədən etmək ya da ki, keçmiş bir şeyi təzədən yenidən başlamaqla əlaqədar problem ola bilər. Kimin uşağı varsa, uşaq məsələləri ilə problem çıxa bilər və həmçində ciddiyyətsiz yanaşma ilə bağlı problem ola bilər. Haçan ki, siz nəyisə ciddiyə almırsınız ya da ki, qarşı tərəf sizi ciddiyə almır və bununla bağlı problem yaşaya bilərsiniz. Yəni burada xəstəlik, bununla bağlı xəstəlik, narahatçılıq ola bilər. Həmçinin də burada qapanıqlıq ola bilər, həm duyğusal qapanıqlıq, həm də ki, fiziki qapanıqlıq. Haçan ki, biz heç nə etmək istəmirik, heç nə heç kəslə bölüşmək istəmirik. Həmçinin də burada həm sizin özünüzdən biraz cimrilik ola bilər, həmçinin də başqa qarşı tərəfdə cimrilik görə bilərsiniz. Haçan ki, insan sizə nəinki maddiyatda kömək, dəstək vermək istəmir, həmçinin də duyğusal olaraq sizə dəstək göstərmək istəmir. Yəni burada cimrilik momenti var, amma bu cimrilik fərqli insanlarda fərqli cür ola bilər. Bəzilərində hamısı birdən ola bilər, bəzilərində isə tək-tək hansısa xüsusiyyətinə aid ola bilər. Yəni ya duyğusallığına, ya da ki maddiyatına. Burada həmçinin ani konfliktlərdən qaçınmalısınız, ani hansısa söz-söhbətlərdən qaçınmalısınız. Çünki burada çoxlu belə negativ sözlər sərf oluna bilər. Yəni burada real konflikt, yəni şərt deyil ki, real konflikt olsun. Burada sadəcə sizin negativliyiniz də ola bilər. Yəni deyingənliyiniz, ətrafa qarşı belə olur, deyir insan, niyə belə bəxtsizəm, niyə işim yaxşı getmir, yəni negativ sözlər, negativ, amma buna çox diqqətli yanaşmaq lazımdır, çünki bu negativ danışıq, negativ hansısa sözlər sizin gələcəyinizə təsir göstərə bilər və həmçinin də burada real bir negativ xəbərlər də ola bilər, haçan ki biz bu negativ xəbərlərdən biraz gileylənirik və fikirləşirik ki, niyə bu baş verir. Yəni burada dediyim kimi ani hansısa negativ xəbər və negativ danışıq ola bilər. Haçan ki biz davalaşırıq. Gəlin keçid edək ikinciyə. Deməli, burada həftə boyu ev məsələləri ilə ya da ki, həm ev məsələləri ilə, həm də ki, ailə məsələləri ilə əlaqədar temalar ön planda ola bilər. Həmçinin də burada qeyd etmək istəyirəm ki, hər hansı bir həftəyə başlayarkən, hər hansı bir negativliyiniz varsa, onlar həftəyə, yəni həftənin sonuna doğru qurtara bilər. Yəni burada sizin özünüzdə həftə boyu belə öz şəxsi bir duyğusallıq, negativ bir duyğusallığınız baş verə bilər. Amma reallıqda isə burada o qədər də işlər pis deyil. Yəni reallıqda burada yaxşı xəbərlərin alınması və həmçinin də
ondan əvvəl ya da ki, həftənin əvvəlində yaşanan hansısa neqativliyin həftənin sonuna doğru həll olunmağı və bu həmin neqativ duyğuların itməyi baş verə bilər. Yəni bu neqativ duyğular yaxşı xəbərlərlə və yaxşı duyğusallıqla yəni onun önünə keçir də. Yəni yaxşı duyğusallıq, yaxşı xəbərləşmə və yaxşı danışıq, yəni xeyirli bir danışıq sizin hansısa neqativ duyğularınızı və ondan qabaq aldığınız hansısa neqativ duyğusallığı və xəbərləri neqativ olan onları geridə qoyur. Yəni burada belə bir şey ola bilər və dediyim kimi ev, ailə məsələləri aktual ola bilər, ön planda ola bilər. Həmçinin də burada deməli su ünsürü, bir də ki hava ünsürü ön planda ola bilər. Deməli su ünsürü balıqlar, xərçəng, əqrəb ola bilər. Hava ünsürü əkizlər, deməli dolça, tərəzi ola bilər. Belə ünsürlərdən, yəni belə ünsürlər sizin həyatınıza təsir göstərə bilər. Həmçində siz özünüz belə ünsürlərdən ola bilərsiniz. Amma onda diqqətli olmalısınız, çünki onda sizin özünüzdən də çox şey asılı ola bilər və sizin addımlarınız özünüzə yönəlik də ola bilər. Yəni şəxsən özünüz barənizdə daha çox fikirləşə də bilərsiniz. Deməli, burada həftə boyu maddiyyatla bağlı və rəsmi sənədləşmə ilə bağlı hər hansı bir mövzular aktual ola bilər. Yəni, rəsmi nəyisə etmək, rəsmi müraciət, rəsmi cavab almaq, həmçinin də maddiyyatla bağlı, yəni maddi, burada bu həftə sizdə daha çox real həyatla bağlı, yəni duyğusallıq tərəfi ilə deyil də praktiki yönlə, həyatın praktiki yönləri ilə bağlı məsələlər aktual ola bilər və dediyim kimi burada maddiyyat və rəsmi sənədləşmələrlə bağlı məsələlər aktual ola bilər və burada keçmişdən gələn hansısa pul vermişdinizsə, pul gözləntiləriniz var idisə, onlar həll oluna bilər, yəni o məsələləri, yəni o pulu qaytara bilərlər ya da ki, o məsələ yenidən müzakirə oluna bilər. Sadəcə burada qıcıqlanma məsələsi ola bilər, yəni həftə boyu siz özünüz qıcıqlana bilərsiniz, nəsə sizin istədiyiniz kimi getməyə bilər ya da ki, sonu misal üçün verirlər pulu, amma sizin istədiyiniz qədərin qaytarmırlar ya da istədiyiniz qədər həll olunmur, yəni bu rəsmi sənədləşmə və maddiyyatla bağlı məsələlər. Yəni, burada pis bir şey yoxdur, amma sadəcə sizin özünüzdən gələn bir qıcıqlanma hissiyatı və məmnunsuzluq ola bilər.